Deyir ilahi bi haqqı Fatimə, sən and verirəm Fatiməyə və əbiha və atasına və bəliha və həyat yoldaşına və bəniha və övladlarına və sirril müstəvdəi fiha, onda olan, onda gizlətdiyim Fatimədə olan sirrə and verirəm. Sir, bax o nə sirdir? O sirrə xatir deyirsən. Yəni o ucalıqdır, Allaha o qədər məhrəmdir Fatimə. O elə bir aləmdədir ki, elə bir dərəcədədir ki, yəni bax Fatiməni bu xüsusiyyətlərlə tanı və sən də o aləmə yol tapmaq üçün bir yol axtar. Xanım Zəhranın həqiqətində yol tapmaq üçün. O sirdən agah olmaq üçün. O Allahla Fatimənin arasında da amma məhrəmlər var, Salman kimi, Əbu Zər kimi, onlar ona yol tapıb, ona görə başqa cür halda yaşayıblar.